Sənsiz elə darıxmışam ki, Zaur. Elə darıxmışam. Mənsiz necə yaşaya bilirdim, Zaurum? Mənim işığım, canım, gözüm. Məni necə tapdın Təminə? Necə gəlib çıxdın bura? Vidalaşmağa gəldim, Zaur. Yox Təminə, biz bir daha heç vaxt ayrılmayacağıq. Heç vaxt. Bu mümkün değil, Zaur. Bu bizim axırıncı görüşümüzdür. Yox. Unutma beni, Zaur. Yox. Unutma. Yox. Yox. Nasıl yuxum kaçır? Çıxın biraz gezin. Hiçbir teyyare, hiçbir gemi insanı özünü özünden uzaklaştırabilmez. Bak dünyanın o başına geçsen de öz geçmişinden ayrılabilmezsin. Hərdən mən elə gəlir ki, aradan 100 il keçib. Hərdən də elə bilirəm ki, her şey dünən olub. Bak dünən. Su soyuyup daha içinmək olmaz. Yadındadır bura birinci dəfə gəlməyimiz. Ha, iyunun əvvəlləriydi deyəsən. Nədir ki? Bu yay da belə keçdi. Sevimli yayımız. Sevimli yayımız demək olar. Olar, niye olmur ki? Təminə. Nədir Zaurum? Çoxdandır səndən bir şey soruşmaq istəyirəm. Amma qorxuram ki, məndən inciyəsən. Qorxma. Arif səni qısqanmır ki. Əvvəla Arif Bakıda yoxdur. İkincisi, mənim ərim ayrı aləmdir. Dünyada tayı bərabəri yoxdur. Deyir ki, arvadım aydan arıdır, sudan durur. İntihası gözəldir. Gözələ də ki, həmişə söz qoşarlar. O qədər paxıl, gözü götürməyən var ki. Nədir? Düzləmir səncə? Nə bilim, özü bilən yaxşıdır. Gedək? Bircə bilsəydin, necə şəhərə qayıtmaq istəmirəm. Bilirsən, mən işdən çıxıram. Daha doğrusu dəyişirəm iş yerimi.
Necəyəm dəyişirəm? Hara gedirsən? Televiziyaya. Bir dostum var, o düzəldir. Özü də təsəvvür eləyirsən, diktir gedirəm. Sabahınız xeyir, əziz tamaşaçılar. Bugünkü proqramla tanış olun. Gecəniz xeyrə qalsın. Necədir? Xoşuna gəlir? Bu hardan sənin başına düşdü? Nəyimə lazımdır? Sənə görə. Nə mənə görə? Zaur, yəni doğrudan da sən heç nə başa düşmürsən. Doğrudan da başa düşmürsən ki, bu bizim axırıncı görüşümüzdür. Axı nə olub? Niyə axırıncı? Niyə? Heç olmasa ona görə ki, özümüz istəmədən bir-birimizi doğrudan vurula bilərik. İkimizdən birimiz. Yəqin ki, mən. Bu da kimə lazımdır? Sənə, mənə? Axı, həyatı qəlizləşdirmək nəyə lazımdır? Məncə bunun sənə heç bir təhlükəsi yoxdur. Əgər bugünə qədər vurulmamısansa, bundan sonra da... Bəs sən? Nə mən? Sən vurulmusan? Bəyəm görünmür? Yaxşı, Zaur. Bəsdir. Gedək. Saxla. Nə oldu? Saxla, saxla. Sənə bir şey göstərəcəyim. Bilirsən bu kimin bağıdır? Yox, kimin? Sizin qonşunuzun, Spartakgilin. Spartak. Sən onu hardan tanıyırsan? Bir rəfiqəm vardı, onunla gəzirdi. Gəl keçək içəri. Bilirsən nə əntiqə bağları var? Bircə elə o çatmırdı. Xalqın bağında nə işimiz var? Tərsliyinə salma, bircə də edəliyən. Deyəsən axı olmusan bu bağda. Hə, bir dəfə. Burada nəsə böyük bir məclis vardı. Spartakın ad günüydü deyəsən. Mən də təsadüfən gəlib düşmüşdüm bura. Nədir? Keçmiş günlərini yada salmaq istəyirsən? Yaxşı, başlama yenə. Sənə vacib bir sözüm var. Orada deyəcəyim. Bəs içəri necə keçək? Qapı bağlıdaq. Bu daha sənin işindir. Bəyəm uşaqlıqda üzüm oğurluğuna zada getməmisən? Özün də deyirsən ki, idmançıyam. Spartakın bacısını tanıyırsan? Firanı tanıyıram. Nədir ki? Heç, deyirlər çox gözəl qızdır. Fikir verməmişəm. Hər halda o Aliyə baxanda Azmaz babatı yenə o qızdır. Deyəsən qonşularınla o qədər da aran yoxdur ya. Gəl qalxaq yuxarı, Zaur. Gör yuxarıda nə gözəl mənzərə açılır. Gəl. Gəl, Zaur. Gəl, tez ol. Nə yaxşıdır burada, hə, Zaur? Sən mənə nəsə demək istəyirdin. Sən yaxşı oğlansan, Zaur. Doğrudan da çox yaxşısan. Bilirsən, Zaur, hərdən fikirləşəndə ki, mən öləcəyəm. Yaxşı. Bəsdir də, nə olub sənə bugün? Gah ayrılmaqdan danırsan, gah da ölümdən. Qutarıb söhbətləri. Mənə nəsə vacib söz deyəcəkdin. Eşidirəm səni. Tələsirsən. İndi deyərəm.
Gəl öp məni Zaur. Axırıncı dəfə səndən olmaq istəyirəm. Neyniyəcəm mən sənsiz? Gözümün ışığı, əzizim. Mən sənsiz necə yaşayacağım Zaurum? Həyatım mənim. Biz həmişə bir yerdə olacağıq. Getməyəcəksən. 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 Tələsmə Zaur. Qurban olum, tələsmə. Ötürmə. Sağ ol. Laf unutmuşdum ki, sabah mənim ad günümdür. Belə bahalı hədiyyə nəyə lazımdır axı? Onsuz da sağlığın yox idi. Seika yaxşı firmadır. Çox sağ ol. Sağlığa qismət olsun. Nahara məni gözləməyin, gec gələcəyim. Bura bax, qulağıma cürbəcür sözlər çatır. Nə sözdür? Səni tez-tez bir xanımla görürlər. Nə xanım? Nə bilim? Təxminədir, nərminədir, sən yaxşı bilərsən. Yaxşı ki, utanıb qızarmağı bacarırsan. Yaxşısan Allah. Bilmirsən ki, yerində qulağı var? Ər arvadın səninlə nə haqq hesabı? Bütün nəşriyyatı əlindən keçir, doymayıb səndən yapışıb. Yaxşı, bəsdir də nə olub axı? 2 dəfə yazğı işdən sonra ev aparmışam. Sən arvadların qeybətinə qulaq asma. Qeybət? Əcəb qeybətdir. Bütün şəhər ondan danışır. Yaxşı, bütün şəhəri danışdırmısan. Danışdırdım ya, yox. Hamı bilir nə yuvanın quşudur. Özü də nə qoca bilir, nə cavan. O sizdə var ha biri, işləyir. Muavindir qoca kişi. Burnunda da ziyili. Həsənov. Tanıb yerə girmir. Atası yerindədir. O kişi ilə də gəzib. Deməli, məsələ gəzməkdə yox, kimlə gəzməkdədir? Bura bax, özü gicliyə qoyma, sözümü azdırma. Təkcə Həsənov olsaydı nə vardı ki? De, keçən il bizim qonşuya da ilişmişdi. Nə qonşu? Aliye'nin oğluna, Spartak'a. Ali özü mənə danışıb. Deyir zalım qızı, uşağa göz verib, işıq vermir. Nə gecə bilir, nə gündüz. Kimlə nə oyundan çıxır öz işidir. Bir də o biqriyyət ərinin. Amma səndən əl çəksin. Yoxsa Allaha and olsun, onun başına bir oyun açaram ki, öz adı da yadından çıxar. Gözlərini çıxardıram it qızının. Şabaş. Zaur, Sima xanım siz tərəfdə yaşayır. Əgər öz centilmenliyini nümayiş elətdirmək istəyirsənsə, tələs. Hələ ki gec deyil. Sima xanımı maşına dəvət elə. Yox, yox. Çox sağ olun. Narahat olmayın. Mən indi evə getmirəm. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Nədir? Dəli olmusan? Əzizim, yaxşı ənənələri mütləq davam etdirmək lazımdır. Bu stol axı həmişə sənin öhdəndə olub. Hey! Yaxşı, sağ ol. Salamat qal. Xudahafiz. Zaur, nə yaxşı səni gördüm ay Zaur. Mən ölüm, gəl bir tas nerede tak. Özgə vaxt Məmməd Nəsir, bugün heç imkan Sən yox. mənim canım, cəmi bircə tas. Vallahi tələsirəm, vacib işim var. Zaur, sən Məmməd Nəsirin ürəyini sındırma. Cavansan bala, nə görmüsən ki? Burada kişilər olub, Bax bir günləri həmən bu yerdə
Mahmudov məni saxlayıb dedi ki, Məmməd Nəsir, necəsən? Belə kişilər olur. İndi hanı o kişilər? Düzdür. Salam Melek. Ay, aleyküm əssalam. Cümşüd, sən mənim canım, bir iki tas nerede? Heç yarım tasa da vaxtım yox. Əşi, 10 dağı ne olan Heç 10 şeydir? saniyə də vaxtım yoxdur. Padoviç. Olar. Ha, Zavur. Gel. Kişi neyniyir? Zivə xanım necədir? Sağ olun, yaxşıdırlar. Niyə ayaqsı durmusan? Əyləş də. Bir dəqiqəliyə gəlmişəm. Ha? Dadaş müəllim, Buyur. təxminə bizdən niyə getdi? Ha. O qızın başı bəlalıdır. Heç özü də bilmir ki, nə istəyir. Neyniyir, hamısı darıxmaqdan. Elə ora getməyi də. Nəsə, məhəbbət zat haqqı hesabını deyəsən. Nə məhəbbət? Orada biri var, Muxtar Məhərrəmov televiziya rejissordur. Nə bilim valla, cəmaatdır da. Deyir, elə onu da ora, o işə düzəldim. Diktorluğa. Universitet diplomun ola, diktorluq. Adamdan soruşmazlar ki ya, niyə görə, ha? Zavur, mən sizin ailəyə yaxın adamım. Səndəki xətrivi çox istəyirəm. İncimə, sənə bir məsləhət verəcəyəm. O arvada baş qoşma. Xatalı adam deyil. Başa düşürəm, qəşəngdir, zatdır, sən də cavan oğlansan da. Amma o yırtıcıdır. Özü də ağına, qarasına baxan deyil, ha. Kim gəldi, kimlə gəldi? Nə bilim, prokurorla, nə bilim, zavmaqla, lap elə bilmək istəsən, alverçi ilə də. Kimlə gəldi? Amma üzdə o ilə çox mehribandır. Biz elə indi də mehribanıq. Mənim ona yazığım gəlir. Alo? Alo? Eşidirəm. Kim? Hansı Frengiz? Qonşumuzu deyirəm də, Aliyyənin qızını. O ki, lap uşaqdır. Aras uşağıdır. 19 yaşı var, üniversite oxuyur. Səndən vurtut 7 yaş kiçikdir. Ər arvaddan böyük olsa yaxşıdır. Elə atasının, anasının da meyli sənə var. Özüm hiss eləmişəm. Elə Aliyə də mənə işarə eləyib. Anadır da, evladı üçün narahatdır. Niyə narahatdır? Qəşək qız dərsiz qalmayacaq ki. Sən niyə ona dərdin çəkirsən? Mən sənin dərdini çəkirəm. O qız ərə gedəcək. Sən elə qızı hardan tapacaqsan? Qəşəng, ağıllı, özü də o cür ailədən. Beləsini alsan, heç kəsin yanında da baş aşağı olmazsa. Sabah gələcəklər. Kim? Necə yəni kim? Səhərdən kimlə danışıram? Qonşumuz Murtuzovgil. Firəngiz də gələcək. Alo. Mənəm Zaur. Bağışla belə gec zəng elədiyim üçün. Bütün günü başım elə qarışdı ki, bir dəfə də zəng eləyəmədim. Aeroportdan danışıram. Yarım saata uçuram. Eşidirsən məni Zaur? Ha, eşidirəm. Səni təbrik eləyirəm. Yadımdadır axı. Sabah sənin ad günündür. Sənə hədiyyə də almışam. Sabah Mədinə gətirib işdə verəcək.
Elə qiymətli bir şey deyil, amma baxanda məni yad eləyərsən. Çox sağ ol. Heç demirsən hara uçursan. Leningrada. Sabah oradan bizim televiziyanın programı veriləcək. Mən aparacağım. Sağ salamat gedib çıxsam. Sabah axşam saat 5-də. Baxarsan ha, eşidirsən? Yaxşı. Təyyarəyə minik başlandı. Hələlik salamat qal. Zaur, bir də təbrik eləyirəm. Xoşbəxt ol. Sənə də yaxşı yox. Neçə günlüyə gedirsən? 3 günlüyə. Zaur, imkan tapsan gəl Leningrada. Öpürəm. Mən də. Kimdir gecənin bu vaxtı zəng eləyən? Heç dostumdur. Yaxşı Cəbi, gör sən tərəfdə hamının bakalı doludur. Bəli. Deyə onda başla. Mən? Nə olub ki? Sənin başqa tamalarda nənəsi idi. Nə danışırsınız professor? Özü də belə bir məclisdə. Yaxşı, yaxşı. Sonra da deyirsiniz ki, cavanlara niyə yol verirsiniz? Professor, özünüz bilirsiniz ki, mən sizin bir sözünüzü iki eləməmişəm. Madam ki, məsləhətdir, mən hazır. Hörmətli qonaqlar, əziz dostlar. Bura yığışmağımızın səbəbi məlumdur. Bugün hamımızın sevimlisi Zaur bəyin ad günüdür. Zaur bəy bizim professorun gözünün ağı qarası bircə balasıdır. Amma professor çoxlarını atalıq eləyib, çörək verib. O cümlədən elə mənə də. Zaur mənə doğma qardaş kimidir. Təsadüfi deyil ki, bugün burada, bu məclisdə ailənin ən yaxın adamları, ən yaxın dostları yığışıb. Özü də say seçmə adamlar. Necə deyərlər, Respublikanın qaymaqları. Zivət hanım sağ olun. Valideynlərin sağ olun. Papanın sağlığına, mamanın sağlığına. Urra! Sağ olun professor. Sağ ol. Ziver hanım sizin sağlığınıza. Professor sağ olun, var olun. Sizin sağlığınıza. Sağ olun, çox sağ olun. Spartakardadır, nəyə cəbdəni? Yəqin işi gücü olur, gələr. Allah bilir indi o hansı maralın dalınca düşüb. Ziver, dolma getirseydiniz olmaz. Hə, bu saat. Gedək kömək eləyim. Yox, yox, narahat olma. Otur, özür. Özü, özgəsi deyiləm ki, gedək. Tamam da icazə verseydim ben bir söz de diyerdim. Buyurun Murtuz müəllim, söz sizindir. Tak, bakallar doludur. Bəli, doldu. Xahiş ederim hamınız ayağa kalkasız. Biz bu tosta ayak düşmeliyiz. Hürmetli yoldaşlar, icazə verin. Vallahi Frəngiz eşiyindəki qızlara oxşamır. İşi gücü ilə dərs oxumaq. Bildiyi yolda ki, institutdur, evdir. Heç bu zamanın adamına oxşamır. Belə də qız olar. Əslində gərək qız elə ola da. Yoxsa indikilər kimi, baxanda adamın ürəyi bulanır. Amma onu da deyim ki, adamın Allahı var. Əlindən hər şey gəlir. Pişirsin, pişirsün, yaxşı süfrə açsın. Qız üçün ən vacib elə budur da. Özü də bir gözü toxdur ki, day nə deyir? Dünyanın malını tök qabağına, heç gözün ucu ilə də baxan deyil. O gün Spartakla baza getmişdik, aparmışdı bizi. Nələr yox idi orada. Hə, mən özümə ayaqqabı, bir də kostyum aldım. Bu qız olan bəndə ağzını açıb bir şey istədi mi? Təsəvvür edirsiniz professor. Zaur, o televizorun sesini biraz artır. Leningraddandır. Bizim televizyon verilişidir. Gazetede yazmışlar. Biraz artır onun sesini Zaur. Азербайджан – страна древней культуры. Произведения корифеев азербайджанской литературы Низами и Физули,
Kimdir? Təzə diktordur deyəsən. Birinci dəfədir görürüm. Amma sizə deyən vüt fasonu pis deyil ha. Əvvəllər bizdə işləyirdi. Şu bu ki, adı nədir? Təxminədir. İndi də diktor ol. Yaxşıdır. Yaxşıdır, xalam oxşuyur. Şu bu ki bizim Spartakın. Hə. Niyə belə gec? Hər şey iş qoyur ki. Axır ki gəldi. Sən şiş addıqlar. Spartak, Sağ ol. hoş geldin. Spartak, bura. Sağ ol. Necəsən? Gecikirsən ha. Saatdan xəbərin var? Oh, Elik, privet. Nə var, nə yox? Təbrik eləyirəm. Böyük oğlan olasan. Toyunda. Malades taxmışa. Gör hara O da gedir. ştrafın o gecikdiyinə görə. Çox sağ ol. Nə var, nə yox? Necəsən? Yaxşı. Дорогие телезрители, представляя вам новую песню известного композитора Эмина Сабитоглы «День рождения», хочу поздравить всех слушателей, у кого сегодня день рождения. Итак, с днем рождения! Bilirəm hara gedirsən. O həyasızın dalıca cumursan. Ay ana, Nə ana? Elə öyleydi kaş sənin anan bugünü görməyəydi. Mənə yazığın gəlmir, heç olmasa xəstə atana yazığın gəlsin. Moskvaya gedirəm güləşməyə. Məni gic yerinə qoyub. Bilirəm o nə güləşmədir. O afiriska televizordan göz eləyən kimi ağlını itirir. Durur qaçır dalca. Cəhənnəmə get. Bir də gözüm səni görməsin. Bir də bu evə qayıtma. Bar plaşı geyə yaramaz, oralar soyuq deyə Bakıdır. Diyanə də dalınca su atım. Əclafın qızı gör bunu necə cadı eləyib. Görüm sənin dilin qurusun. Cəhənnəmə get. Внимание! Произвел посадку самолет, выполняющий рейс 6709, Баку-Ленинград. Zaur, Повторяю, произвел посадку самолет, выполняющий рейс 6709. nə yaxşı ki sən gəldin Zaur. Nə yaxşı ki gəldin. Родионова Наталья. Əslində, mən gərək bunu sənə deməyəydim. Amma mən səni deyəsən doğrudan da sevirəm. Özü də deyəsən lap ciddi. təxminə. Mən də sənə bir şey demək istəyirəm. Amma heç kəs bilməsin. Mən dəli olmuşam səndən ötürü. Sənsiz bir saat, bir dəqiqə belə qala bilmirəm. İnanırsan. İstəyirsən atım özümün maşının altına. İstəmirəm. Ədəb bas. Да куда ты бросаешься под машину, твою мать? Ну что, ты офонарел, что ли? Вот мудак. О, козел, а. Все нормально. Старшина ГАИ Лисичкин. Что это значит? Тебе что, жить надоело? Я ее люблю, Ну и что? а она не верит. Не верю. Не верит. Вот заплатишь штраф 25 рублей. Сразу поверит так. Сейчас. Пожалуйста. Желаю удачи. 10 sentyabr. Starşana Lisiçkin. 25 manat 00 qəpik. Yazıq Zaur. Gör məhəbbət ona nə qədər baha başa gəlir. Cırma. Qoy yadigar qalsın. Bu bizim ən xoşbəxt günlərimizin qəbzidir Zaur.
Ne yaxşı ki sen geldin Zaur. Ne ağıllı iş gördün. Senin bu igidliğinin sağlığına. Sağ ol. Sənə nə deyəndi? Bilirsən bunu kim tapdı mənə? Spartak. Deyirəm axı, çox mənalı baxdı bunu görəndə. Əgər bilsəydim. Götürməzdin. Hı? Dəli. O tapdı, mən də öz halal pulumla aldım. Ne var ki burada? Ama düzü hiç pul götürmeyi istemirdi. Hak için demək lazımdı ki. Spartakın neyi varsa xəsisliyi yoxdur. Görürəm onun səxavətinə yaxşı bələdsən. Demiştim axı sənə, bir rəfiqəmlə görüşürdülər. Bura bax. Belki məni Spartaka qısqanırsan. Niyə də yox? Çox sağ ol. Yaxşı fikirdəsən mənim barəmdə. Mən Spartak. Necə ağlına gəlir belə şey? Heç cür ağlıma sığışdıra bilmirəm ki, Spartak ola. Sənə girişməyə. Özü də necə, lap əməlli başdı. Nələr boyun olmurdu. Sırğa, üzük, şuba. Ancaq tez başa düşdü ki, belə şeylərlə məni tovlamaq olmaz. Onda ilahi, sən özün saxla. Başladı mənə şeir oxumağa. Təsəvvür eləyirsən, Spartak və şeir. Amma nədənsə salam kəlamı onunla kəsmirsən. Bilirsən, ümumiyyətlə Spartak pis olan deyil. Nə istəyirsən tapır, düzəldir. Özü də sənə deyim ki, xeyirxah adamdır. Əli açıq, xırdaçı deyil, xəsis deyil. Başa düşürsən? Başa düşürəm. Hətta təklif edirəm, gəl içək o əli açıq qonşumun sağlığına. Dəli. Onda gəl elə hazır içək, starşına Lisiçkinin sağlığına. Hey! Zaur, heç bilirsən bu nə musiqidir? Yox. Chopin'in prelüdiyasıdır. Mən olmayanda birdən bu musiqini eşitsən, dərhal hər şey yadına düşəcək. Leningrad, bu görüşümüz. Yenə başladı. Biz heç vaxt ayrılmayacaq. Hə, əlbəttə. Amma bilirsən Zaur, həyatdır, hər şey ola bilər. Yəqin ki, haçınsa rastına başqa qadınlar da çıxacaq. Mütləq çıxacaq. Ancaq sən mənə inan, heç kəslə bu cür olmayacaq. Ola bilməz ki, hər şey bax beləcə təkrar olsun. O küçədəki milisioner, Chopin'in bu musiqisi, bu bizimdir Zaur, ancaq bizim. Başqa heç kəsin. Odur ki, mən arxayınam. Öp məni. Хорошо, договорились. Спасибо. Ну что ж, спасибо. Всего доброго. До свидания. До свидания. Tanış olun, Zaur Muxtar. Birbirinizə haqqınızda o qədər danışmışam ki, sanki tanış kimisiz. Çox şadam. Mən də. Zaur, Muxtarın ağlına gözəl bir fikir gəlib. Bizi axşam restorana dəvət eləmək istəyir. Doğrudan, eğer ayrı bir işiniz yoksa, bence gidip akşam bir yerde otursak, pis olmaz. Onun burada ayrı nə işi ola bilər? Lap yaxşı. Onda akşama kadar. Sağ olun. Bilirsiniz Zaur, kinolent böyük şey. Çəkirsən, qalır. Ama mənim işim kədərli işdi. Verişi hazırladın, efirə getdi. Vəssalam. Elə bil heç olmamışdı.
Başa düşürsünüz? Mənim kimi. Ekrandan getdim və salam, daha yox. Bizim sorağım qalmış. Muxtarcan, gəl səndən bir film eləyək. Əvvəl-axır bir iş eləyək də bir yerdə. Ben ki sana çoktan bunu teklif eləyirdim. Mənim xətrimə Muxtarcan, bir film çək, başrolda da mən. Ölürəm şan şöhrət üçün. Fotoğraflar ətrafımda qaçır ora-bura. Yupiterlər yanır, sönür, intervyulər. Sevdiyiniz rəng bəyaz. Sevdiyiniz bəstəkar Stravinski. Sevdiyiniz rejissor Muxtar Məhərrəmov. Hə, nə deyirsən, çəkirsən? Gecdi. Benim yaşım keçib. Ama sen de öz aramızda vaxtını ötüb ha. Utanmaz. Dilin necə gəlir mən elə söz deyirsən? Bir də ki siz kişilər nə qanırsız qadın gözəlliyinədir. Diyersen sen daha zarafat zat başa düşmürsen azizim. Bəs sən? Слушаю. Нам кофе. А мне мороженое. И кофе, и мороженое. Понятно. Yaxşı, nə yerdə qaldıq? Kino çəkirik ya yox? Çekirik. Yəqin. 100%. Danışdıq. İndi də gəl içək sənin sağlığına. Mən səndən Zaura çox danışmışam. Zaur da mənə doğma əziz adamdır. Hə Zaur, Muxtar əla rejissordur. Böyük sənətkardır. Amma əsas bu deyil. Muxtar elə adamdır ki, dostun dar günündə həmişə köməyə çatar. Özü də nə yaxşılıq eləsə əvəzində heç nə olman deyil. Bəsdir. Gəlin içək. Yox, dayan. Özü də mənim sözümü kəsmə. Dostlar cürbəcürdür. Bir var pis günün dostu, bir var yaxşı günün dostu. Amma əsl dost odur ki, yaxşı gündədir, pis gündədir. Sənin dərdinə də şərikdir, sevincinə də. Sənin sevincin onun sevincidir. Onun sevinci sənin sevincin. Deyəsən bir balaca dolaşdırdım axı. Yəqin çox içmişəm. Bir sözlə, sənin sağlığına. Muxtar, sağ ol. Sağ ol. Sağ ol. Bağışlayın. Köynə tanışımdır. Bircə dəqiqəliyə. Sənin qanın niyə qaradı Zaur? Bir şey olmayıb ki. Yox. Gel gedək buradan. Niyə Zaurum? Bura xoşuna gəlmir? Zavurum. Onun yanında mənimlə heç danışmırsan da. Nə də qorxursan ondan. Sən bunu ciddi deyirsən? Uşaqsan valla. Bu cür böyük sənətkarların qabağında. Əlbəttə. Bəsdir sən Allah. Güldürmə adamı. Bura bax. Bəlkə indi də məni Muxtara qısqanacaqsan, hə? İstəyirsən onun yanında öpüm səni. İstəyirsən? İstəyirəm. Xanım, icazə verin sizi rəqsə dəvət edeyim. Zaur, sən tək qoysaq darıxmazsan ki. Yox. Посчитайте, пожалуйста, сейчас. Извини, старик, так уж получилось. Часы-то хоть нормальные? Совершенно новые, 2 дня как ношу. Сайка.
Ну что поделаешь, надо спасать. Спасибо. Haralarda gəzirsiniz cavan oğlan? Həmişəki kimi qəhvə soyuyub, dondurma əriyib, nəysə. Yaxşı dostlar, gəlin içək. İçək, bizim Bakımızın sağlığına. Vallahi darıxmışam mən. Şabaş. Sağ olun. Sağ ol. Zaur, bəs sən iclasa qalmırsan? Yox, mənim yerimə Salih iştirak edəcək. Yazıq dadaş müəllim, ürəyi ağrımasın, neyiniz? Zaur, yaxşı gəlirsən. Bax, mən ölüm, dayı ləflüf eləmə. Sən mənim cam. Gəl bir tas səyinlə nerdə tax, mən ölüm oldu. Sabah Məmməd Nəsir, sabah mütləq. Bugün heç cür mümkün deyil. Sabah bu xad nə idi ki? Onda biri gün. Ay ha. Alo. Mənəm. Danışa bilirsən. Hə. Nə olub? Niyə səsləmirin çıxmır? Bilmirsən ki, mən sənə zəng eləyə bilmirəm. Sonra Zaur, mən sənə hər şeyi başa salaram. Haçan görüşürük? Mən özüm sənə zəng elərəm. Haçan? Hələ bilmirəm heç neçə gündən sonra. Niyə axı? Sonra Zaur, sonra hər şeyi deyərəm. Amma mənə zəng eləmə. 3-4 gün, bəlkə bir həftə. Belə lazımdır. Sevirsən məni. Hə. Öpürəm. Yenə kotlet. Bura bax. Eşitmişəm Leningradda rəqibin də olub. Nədir o rejissor? Muxtar Məhərrəmovdur, nədir? Aranızda necə bölüşdürdünüz onu? Davanız düşmədi? Məştubat demişkən. Qızın 2 adaqlısı varmış ki. Amma adamın Allahı var. Yaxşı fikirləşib. Ər gözdən pərdə salmaq üçün, Spartak geyindirib kecindirmək üçün, Muxtar işlə irəli çəkmək üçün, sən də belə gün keçirmək üçün lazımsan ona. Hə, nədir? Düz demirəm? Yaxşı, otur. Otur, yeməyi ye. Buna bax, elə bir küsür də. Fira. Fira. Qalx, vaxt. Yeməyə getmək lazımdır. Hə, sənə nə demişdim? Bircə öləcəyim günü bilmirəm. Demişdim sənə boşanacaq. Kim? Xəbərin yoxdur? Aliyə gəlmişdi. Onun da dərdi mənimkindən yazığım. Deyir, heç bilmirəm hara gedim şikayətə. Bədbəxti kiritmək olmuş. Deyir, yenə başlayıb Spartaka zəng eləməyə. Neçə vaxtda kiməsə ilişmişdi, uşağa dəyə dolaşmırdı, qulağımız dincidi. Özü bilə-bilə elə deyir. Sizin haqq hesabdan xəbəri var axı. Dağlayıcan Leningrada getməyi də bilir. Deyir, Leningraddan gələndən sonra yapışıb yenə Spartakın boğazından. Nə göz verir, nə işıq. Özü də ərindən boşanır. Mən də bir yandan sevinirəm ki, daha səndə iş olmayacaq. Bir yandan da Aliyəyə yazığım gəlir. Nədir? Nə oldu? Nə o saat ələ ayağa düşdün? Bilmirdin ki, axırı belə olacaq? Tanımırdın bəyəm onu? Başa düşmürəm, axı nə görmüsünüz onda?
Nağ yere zəhmət çəkmə. İndi onun başı qarışıq olar. Daha sən onun nəyinə lazımsa. Kimin? Bəs bayaqdan kimdən danışırıq? Aliyə gəlmişdi. Deyir Spartak gecə gündüz onun böyründədir. Nağ yeri boşanmır ki. Zaur, Ha, niye durmusan? Geç içeri. bütün akşam sana zəng eləyirəm. Telefonu niye götürmürsən? Telefon dedenden işlemirdi, harap olmuştu. Yaxşı, niye dayanmışıq? Geç içeri. Eyleş. Qonağım var. Ne qonaq? Nədir qonşum? Konyak onunla içirsən? Hə, indi sənə də qonaq eləyərik. Salam, Tanış olun. biz tanışıq. Ay, doğrudan ha, yadımdan çıxmışdı. Zajgalkan axı sən aparmışdın Zaur'a. Görürsən Mədinə, Zaur'u qaynanası çox istəyir. Lap vaxtında gəlib çıxıb. Yəqin hiss eləyib ki, sən şabalıd qovuracaqsan. Bir dənə də boşqab gətir. Bilirsən Zaur'la münasibətlə içirik? Yox. Adətən adamlar həmişə evlənməyi qeyd eləyir. Biz amma Mədinə ilə boşanmağı qeyd eləyirik. Mənim boşanmağımı. Bugün məhkəmə idi Zaur. Arif'dən boşandım. Bəsdir. Fikir vermeyin. Gəlin içeri sağlığımıza. Sağ ol. Sağ ol Mədinə. Sağ ol Zaur. Sağ ol. Bəs niyə zəng eləmirdin? Ne bileyim, sabah eləyəcəkdim. Bugünlər elə bil qızdırma içində yaşayırdım. Ne yaxşı ki geldin Zaur. Yaxşı, daha mən gedim. Çox keçdi. Hara tələsirsən? Bayağıdan əlləşirsən. Heç olmasa biraz ye. Tatlı şabalıddır, hə Zaur? Əlbəttə, çox. Şabalıdı zadı özü alıb, fikrimi dağıtmaq üçün. Sənin ayrılmağını bugün eşitdim. Zəng eləyirəm, telefona cavab vermir. Bilirdim ki Spartak ağzında söz saxlayan değil. Daha doğrusu hiç Spartak özü də yox anası. Məsələ ondadır ki, bizim rayonun hakimi Spartak'ın yaxın dostudur. Spartak'a zəng elədim. Ona desin, məsələni daha çox uzatmasınlar. Bilirsən də, adamın lap ürəyini üzürlər. Bəlkə biraz da fikirləşəsiz. Sağ olsun Spartak, yaxşı kömək elədi. Neynəsin ki ağzı yırtıqdır. Yaxşı. Daha mən gedim. Çox oturdum. Sağ ol. Sağ ol. Nahaq tələsirsən də. Rafiq oyanıb qorxar. Sabah işləyirsən. Hə, yaxşı yadıma düşdü. Sabah bizdə çay verəcəklər, sənə lazım deyil. Hə, heç olmasa yarım.
İstəyirsən lap götür o. Mən özümə götürməyəcəm. Hə, deyəm onda pul ver. Yaxşı sən ala. Qaçaqaç döyüş. Gətirərəm sonra verərsən. Gecən xeyrə qalsın. Xeyrə qarşı. Xoş gəlmisən Zaur. Nə yaxşı ki gəldin Zaur. Allah yetirdi səni bu axşam. Ürəyim elə sıxılırdı ki. Bəs niyə mənə zəng eləmirdin? Niyə axı bütün bu işlərdən mənim xəbərim olmasın? Bəlkə mənim də sənə bir köməyim dəyərdi. Elə işlər var ki, adam gərək özü eləyən. Təkcə özü. Heç kəsi qatıb qatışdırmaya. Mən çoxdandır bu zülmdən qurtarmaq istəyirdim. Neçə ildə əzab çəkirdim. Əsəblərim lap pozulub. Bugün səhər içmək istədim, amma qorxdum. Məhkəmədə hiss eləyərlər, işi təxirə salarlar. Evə çatan kimi Mədiniyə dedim, gəl içək. 3-cü qədəhi də sənin üçün qoydum. Hərdən bilirdin ki, mən gələcəm. Heç nə bilmirdim. Elə belə. İnanmırsan? İnan mənə Zaur. Qurban olum, həmişə inan. Qulaq as oğul. Bir də deyirəm. Mən bilmirəm onun haqqında deyilənlərin hansı doğrudur, hansı yalan. Amma mən bircə onu bilirəm ki, o bizə yaraşan adam deyil. O tamam başqa yuvanın quşudur. Eləsindən sənə arvad olmaz. Bizim də arzumuz var axı. Yenə bir sözüm var ata. Nə sözü? Deyirəm daha ayrı bir sözün yoxdur ki. Bu azdır. Sən dedin, mən qulaq astım. Səni də anamı da çox istəyirəm. Sağ olun, böyütmüsünüz, oxutmusunuz. Amma hər şeyin bir sonu var da. Mən gedirəm. Mənim haqqında kim nə deyir, qoy desin. Onda rədd ol! Rədd ol o qəhbənin yanına! Zaur. Zaur. Efendim, çay mı kahve mi? Sən nə içmək istəyirsən, çay, kahve? Hansından istəyirsən? İstəyirsən çay için. Zəhmət olmasa 2 dənə çay. Tamam. Oyanın Əla Həzrət. Zəhmət olmasa bari bir gözünüzü açın. Sizin sabahınız xeyir olsun. Hökmüdar səhər yeməyini harda yemək istəyir? Necə? Eşitmədim. Heç harda. Əsil kişilər indi bazardan qayıdır. Qalx ayağa, tənbəl. Dəli. Bəsdir. Mədinə bizdədir. Bəsdir. Dəli. Elə tənbəldir ki, səhərlər oyatmaq zülümdür. Top atsan da oyanmaz. Yaxşı ki, bugün bazardır. Hər gün işə gecikir. Bəsdi qeybətimi qırdız. Salam Mədinə. Salam. Oo, kəllə qənd. Cənabınız dünən buyurdu ki, kəllə qəndi xoşlayır. Mən də səhər tezdən cumdum alvetçilərin yanına. Mədinə, vallah təxmin edən yoxdur. Ay Allah, bu kişilər niyə belə quş beyindi Mədinə? Bunların xırda bir istəyini yerinə yetirən kimi, o saat elə bilirlər ki, da ölürük bunlardan ötürü. Sən yox? Onu sənə kim dedi? Nə? Yaxşı. Adam sizlə darıxmaz.
Mən getdim. Xudahafiz. Sağ ol. Alo? Ailəçər, ay mən deyən, doymadı on kişilərdən. Gerək elə bu südəmər uşağı da keçir edin çəngivə. Mürdəşir yusun sənin o həyasız sifət. Yenə səhv düşüblər. Hə, yenə səhv düşüblər. Deyən. Ay qəhvə, telefonu niyə atırsan? Elə bilirsən cəmaat uşağını çöldən tapıb? Görüm sən uşaq üzünə həsrət qalasan. Görüm heç üzün gülmür. Sakit oldun. Dünən də zəng eləyən o idi. Hə. Sən gələn gündən bəri hər gün zəng eləyir Zaur. Bilirsən, əslində mən yaxşı adam olsaydım, gərək sənə deyəydim. Yox Zaur, mənə heç nə lazım deyil. Qayıt evinizə. Ata-ananı peşman eləm. Amma mən yalan danışmaq istəmirəm. İstəmirəm ki, sən gedəsən Zaur. Hətta mən nəyin bahasına olursa olsun, istərdim ki, sən qalasan. Yəqin ki, mən çox alçaq, pis adamım, hə? Yox, belə demə. Yaxşı, demərəm. Zaur, Zaur, heyf ki, doğa bilmirəm. Əgər bacarsaydım, sənə bir oğlan doğardım ki... Nə o saat qorxdun? Zarafat eləyirəm. Sənə dedim axı, bacarmıram. Həkimlər deyiblər ki, sənin heç vaxt uşağın olmayacaq. Sənsə... Nə sənsə? Boş söz danışırsan. Bura bax. Nə əcəb bəs uşaq götürmürsən? Görürsən. Götürmürsən. Yaxşı, zarafat eləyirəm. Fikir vermə. O ki, qaldı uşaq götürməyə. Bilirsən, mən istəyirəm, nəyim varsa, özümünki olsun. Baxmayaraq ki, mənim özümün heç nəyim yoxdur. Özgəninkini istəmirəm. Özgə uşağı elə özgə uşağıdır, mənimki deyil. Sənin kimi Zaur. Axı, sən də mənimki deyilsən. Gec-tez səni də itirəcəyəm. Bilirəm. Salam. Salam. Bunlar kimdir belə? O ikisini tanımıram. Salamlaşansa bizdə işləyir. İstedadlı oğlandı. Deyəsən şəhərin bütün istedadları sizdə yığılıb. Yaxşı, başlama yenə, deli. Küçelere su sepişer, küçelere su sepişer. Yar gelende toz olmasın, yar gelende toz olmasın. Küçelere su. Bir qulaq as Zaur. Gör nə qədər sadədir, gözəldir. Küçələrə su səpmişəm, yar gələndə toz olmasın. Gör necə sevərlərmiş bir vaxtlar Zaur. İndi gör sevgini nəyə döndərmişik. Məsələn sən, mən keçən küçələrə su səpərsən ki, toz olmasın. Bakıda bu mümkün deyil. Küçənin bu başına su səpənəcən, Xəzir o biri başını təzədən tozla doldurar. Ruhun yoxdur sənin. Bugün Axı Solmazın toyudur. Qonşumuzun. Gör ha, tamam yadımdan çıxıb. Bilirsən Zaur, istərdim ki, mənim də belə toyum olsun. Dədə baba qaydası ilə. Elçilər, uzun ağ paltar, nağara, zurna.
Gülməlidir, hə? Yox, niyə ki? Hər şey gələ öz qaydasında ola. Səninki Zaur, öz qaydasında olacaq. Hə, yeri gəlmişkən, deyirlər ki, o lap mələykədir. Kim? Firəngiz, Hansı firəngiz? hansı? Sənin gələcək ömür yoldaşın. Zaur, əzizim, sənə soyuq olmaz ki. Zaur, əzizim, ac deyilsən ki. Nədir, nə başını buluyursan? Deyirlər doğrudan da gül kimi uşaqdır. Minnətin olsun sənin. Hələ onu demirəm. Spartak kimi oğlanın yeznəsi olmaq özü azdır. Yeni başladın, ha? Diyan. Telefon. Ay deli. Telefon. Alo? Ay 3 martlık şortu. Ne oldu? Hele soyumamsan? Evvel akır sen ne vakit bu uşağı bırakacaksın yanından? Ciğerin yansın senin. Yaxşı. Görümcün görmeyesen. O idi. Kim? Yox, dərzim idi. Bəs niyə qanın qaraldı? Heç, yenə primerkan vaxtını dəyişdi. Aydındır. Bundan sonra pazara özüm gedəcəm. Almanı neçəyə aldın? Nə fərqi var? Elə belə bilmək istədim. 25 manat. Bəs pomidoru? 15'e. Dəli olmusan, hansı bazara getmişdin? Pasaja. Nədir ki? Kimin də 15 manata pomidor alar? Vay. Bu əti kimdən almısan? Bundan nə pişirmək olar, hamısı sümükdür. Məndən soruşsaydın, deyərdim get Fazilin dükanına. Mənim köhnə tanışımdır, sənə yaxşı ət verərdi. Neynim, mənim bazarda qəssab tanışlarım yoxdur. Nə deyim baba? Aha, Gecikmirsən? hə, aydındır. Bəlkə də. Aha. Hə, elədir. Əlbəttə. Özün bilən yaxşı. İndi baxarıq da. Hə. Yarım saattan sonra onu işte göreceksin. Yani biraz dözmək olmaz. Yaxşı Muxtar. Sonra ətraflı danışarıq. İndi qaçıram işə. Aha, əlbəttə Muxtar. Hələlik. Nə olub? Bəyəm işte danışıb doymursunuz. Bəsdə də Zaur. Hər şeyin bir həddi var. Başa düşmürəm, nə istəyirsən məndən? Bəlkə məni evdə qoyub qapını qıfıllayasan?
Telefonu da kəsəsən. Nədir? Dostlarımla danışmağa da ixtiyarım yoxdur mənim. Həddindən artıq çoxdur dostların. Onda bil ki, dostu çox olan axırda tək qala bilər. Bu nədir belə? Hədəliyirsən? Necə istəyirsən elə də başa düş. Səlim, Hə, 150 də getir. başla. Dedim axı az olacaq. İndi də sabah oktyabrın 25-i üçün verilişlərin proqramı ilə tanış olun. Saat 9:30-da multiplikasiya filmi. Saat 10:15-də şahmat məktəbi. Saat 11-də televiziya məlumat bürosu. Gündüz proqramımızın sonunda saat 11:10-da Park bədii Namuslu qardaşım, bilmək istəyirsən indi Ceyranın aralardadır. Ayacılaf, əgər səni bu belə maraqlandırırsa, televizoru yandır. Məktəblilər üçün təbiəti sevənlər. Veriliş məktublar əsasında hazırlanıb. Saat 18:10-da Respublika yenilikləri. Saat 18:40-da Gənc istedadlar. Oxuyur müğənni Nurlan Əzizbəyli. Saat 20-də günün ekranı xəbərlər buraxılışı. Saat 20:30-da Tofiq Quliyevin mahnıları səslənəcək. Saat 21-də Moskvadan Zaur. Bir 10 dəqiqə işləyir. Zaur! Sağ ol. Tanış olun, bu Firuzdur, bu da Rafiq. Bizim ən yaxşı operatorlarımız. Bu da ki Zaurdur. Firuz. Zaur. Rafik. Zaur. Sən gərək məni qısqanmayasan, Zaur. Qısqanmaq adamın zəifliyini göstərir. Mən istəyirəm sən güclü olasan. Həmişə özünə də inanasan. Mənə də. İnan mənə, Zaur. Həmişə inan. Hər şey qaydasındadır. Yaxşı, gedim paltarımı dəyişim. İndi gəlib çıxar, amma bax, mən sizə işin deməmişim, ha, bildiniz? Amma bir şey başa düşə bilirəm. Niyə axı o? Niyə başa düşmürsünüz? Bu adam xoşlamır da öz yaşını qeyd eləməyə. Yaxşı, mən daha qaçım. Gələn kimi mənə zəng eləyin. Alo? Zaur, salam Muxtardır. Tanıdım, təmin evdə yoxdur. Mənə siz lazımsınız. Mən? Sizinlə görüşmək istəyirəm. Bir 10 dəqiqəliyə. Bugün mümkün deyil, bəlkə sabah. Bir hadisə zad olmayıb ki. Yox. Onda sabah zəngləşərik. Bəlkə bir yerdə oturduq da. Əgər istəsəz. Sağ olun. Hələlik.
Təbrik eləyirəm. Dəli olmusan nədir? Heç adamı belə qorxudarlar. Bağışla. Heç bilməzdim ki, belə qorxarsan. Sən Allah bağışla məni. Day, bacarmıram Zaur. Bacarmıram. Bugün yenə zəng elədi. Ağzına gələni söylədi. Hədəliyir ki, məni məhkəməyə verəcək. KGB-yə yazacaq. Milisə xəbər verəcək. Day, nə bilim nələr. Mənim nə təqsirim var axı. Qayıt evinizə Zaur. Mənim də canım qutarsın. Rahat buraxın məni. Day, bacarmıram Zaur. Yaxşı, sakit ol. Bacaramıram. Sakit ol, təmin. Məni soruşmusunuz. Ha, Zaur, gel gel. Eyləş. Dərslikləri qutardın? 30'u təhvil verin. Qurban, Bəli. bağışla, mənim Zaurla bir kəlmə söhbətim var. Ha, nə olur? Mən səni bunun üçün çağırmamışam. Atan xəstələnib. Yox, qorxma. Belə ciddi bir şey yoxdur. Təzyiqi qalxıb, yəqin əsəbdəndir. Yatır. Yox. Zivər xanım deyir ki, evdə gəzir, amma həkimlər işə getməyə icazə vermirlər. Bugün gedib deyəcəyəm onu. Sənə başqa bir sözüm də var. Amma xahiş eləyirəm, axıracan dinləyəsən. Dünən təxmini ilə görüşdüm. Zəng elədim, görüşdük, danışdıq. Zaur, inan mənə, aranızda nə olub, hamısı olub, keçib, qurtarıb. Təxmini artıq başa düşüb. İnşallah, birazdan sən də başa düşəcəksən. Həyatda hərdən elə şeylər olur, bir-birinizi görmüsünüz, bəyənmişsiniz, sinişmişsiniz. Amma olub keçib də. Həyatda hər şeyin bir axırı olduğu kimi, bunun da axırı olur. İnan mənə. Həyatda ən çılgın ehtiras belə bir gün tükənir. Və əgər kişi ilə qadını ehtirasdan başqa bir şey bağlamırsa, yəni ailə, uşaqlarla bağlılığı yoxdursa, bu sonradan elə bir işgəncəyə gətirib çıxarır ki, gəl görəsən. Yox, əgər indi ayrılsaz, ömrünüzün bu günlərini xoş bir xatirə kimi yad edəcəksiniz, inan mənə Zaur. Ha. Atıma bir baş çək. Salam. Salam. Ac değilsən? Yox, yemişəm. Dünən dadaşla görüşmüsən. Hə. Sizinkilər onu mənim yanıma elçi göndərmişdilər. Ultimatum gətirmişdi. Mən səni qaytarıram. Onlar da məni rahat buraxırlar. Deməli mən heçəm. Mənimlə danışmaq lazım deyil. Bu sualı onlara ver Zaur. Mən səni zorla saxlayan deyiləm. Özünüz xoşunla gəlmişsən. Ürəyin istəyəndə də çıxıb gedə bilərsən. Nədir, ehtirasın soyuyub? Ehtirasın buranın dəxli var. Dünya tək ehtiras üzərində qurulmayıb ki. Bilmirəm axı, sən bizim məsələni niyə dadaşla həll eləyirsən? Kimdir o dadaş? Dayındır, əmindir, atandır. Mənim nə atam var Zaur, nə də anam. O sənsən maşallah, həm atam var, həm anan. Axı niyə bizim məsələni dadaş həll eləməlidir? Sənə dedim, hamısı ananın təşəbbüsüdür. Özü də təkcə dadaş deyil. Hardansa Muxtara da yol tapıb.
Muxtar da ona görə səninlə görüşmək istəyirdi. Hələ Mədiniyə zəng eləməyini demirəm. Mədiniyə? Hə? Ona da Mədinə deyərlər. Söyüş söyməkdə Mədinə 9 qoyar onun qabağına. Mədinənin nə haqqı var ki, mənim anamı söysün? Bəs sənin ananın nə haqqı var ki, Mədiniyə qəhbə başı desin? Nə var, Mədinənin əri yoxdur? Həyasızlığa bir bax. Kəs səsini! Mənim anamla işin olmasın. Amma anan ağzına gələn deyə bilər. Sənin o Mədinən doğrudan da elə qəhbə başıdır. Deməli, Mədinə qəhbə başıdır. Mən də onun qəhbəsi. Mən elə demədim. Amma sən həmişə mənə o gözlə baxmısan. Lap birinci gündən, ən xoşbəxt günlərimizdə də inanmırdın. Elə sanırdın ki, alladıram səni. Ürəyində həmişə məni fahişə saymısan. İndi də o fikirdəsən. Çünki sən kişi deyilsən. Əlbəttə. Sənin üçün əsl kişi Spartakdır. Muxtardır. Bazardakı qəssablardır. Nə demək istəyirsən? Onlar hamısı mənim, yəni aşnam olub. Ürəyin necə istəyirsə elə də fikirləş. Amma bil, kişi məlakəni fahişəyə çevirən deyil. Kişi fahişəni məlakəyə çevirəndir. Hə, mən bunu bacarmadım. Elə isə rədd ol buradan get. Anan səni gözləyir, alçaq. Necəsən ata? İndi babat. Dərman içirsən? Hə, içirəm. Sənə dincəlmək lazımdır. Həkimlər Mərdəkana getməyi məsləhət görüb. Yaşıl baba. Çiməcəksən? Değişik hazırlayım. Hə. Mərdəkanda darıxmazsan. Axır vaxtlar darıxmağa qoyursunuz ki. Yaxşı, getçim. Mürəbbə istəyirsən? Yox, konfetlə içərəm.
Alo? Zaur, Ha? 2 gündür sizi axtarıram, tapa bilmirəm. Ne olub ki? Bilirsiniz, təxminən halı pisdir. Ne olub ana? Özü də bilmir neyinir. Sizə zəng eləməyimdən xəbəri yoxdur. Siz gedəndən bəri dəli divanə kimidir. Qorxuram özünə bir şey eləyə. Qorxmayın. Dünən gecə yarısı oyandım, 3 idi, 4 idi bilmirəm. Gördüm ışığı yanır. Musiqi səsi də gəlir. Durdum getdim yanına. Görürəm oturub divanda, musiqiyə qulaq asası içir. Bir şişə konyakı tək başına içdi. Daha bundan yaxşı ne olabilir ki? Yox Zavur. Elə deməyin inşallah. Vəziyyəti lap pisdir. Hətta deyirdi ki, ölmək istəyirəm. Yəni bilmirsiniz ki, o sizi çox sevir. Boşanmağı da sizə görə oldu da. Əgər mümkünsə, sabah axşam bir bizə gəlin söhbət eləyək. Heç onun xəbəri olmayacaq. Çalışırım. Gecəniz xeyir olsun. Sağ ol. Yine başlandı. Yok, sabah hiç yere gitmeye lazım değil. Elbette temin ede bedbəxti. İçir, musiqiyə qulaq asır. Təxminə. Belki de ağlayır. Elbette ağlayır. Bir deli şeytan deyir, dur zəng elə ona. Elə indi, bu saat. Bir de ki bizim aramızda niyaxı her şey kurtarmalıdır. Evvelce o şilliye göre gərək üzr istəyim ondan. Yəqin indiyəcən hirsi soymuş olar. Eğer Mədinə deyən düzdürsə, ayrılığımızı ürəyinə salıb, təzədən görüşə də bilərik. Ne olub axı? Niyə də görüşməyək? Amma daha əvvəlki kimi yox. Nə sevgi, nə qısqanclıq. Elə hərdən bir görüşüb vaxtımızı keçiririk və salam. Sabah zəng eləyərəm. Çayını niyə içməmsən? Soğuyub yəqin. İndi içərəm. Stolun gözünə baxmamısan? Yox, nədir ki? Aç bax gör. Atan sənin üçün necə hədiyyə alıb. Heç elə atan könlünə də dəyərlərə vicdansız. Spartak. İlim bu vaxtı bağda neyniyir? Yaxşıdır valla, keyfindən qalmır. Oydu. Spartak'ın yanındaki oydu. Təxminən.
başındakı doğrudan da odusa. Ne eğer? Elbette odu. Deməli Spartakla bağdaymış. Hələ heç bir həftə deyil ayrıldığımız. Heç tuhaf. Heç nə istəmirəm. Bircə gözlərinin içine baxaydım. Ciddi deyirsən? Laf ciddi. Atalar demişkən, həvəsdir, bəsdir. Daha ağlamaq vaxtıdır. O da ki, siz işinizdə olun. Sən məni lap çaşdırdın. Heç qulaqlarıma inana bilmirəm. Sonra fikrindən dönməzsən ki. O boyda zarafat olar. Uşaq zat deyiləm ki sizin üçün. Sənə qurban olum Ayzal. Atan da sevinəcək. Günü sabah elçiləri göndərəcəyəm. Yaxşı. Xoşbaxt ol. Yaxşı. Mədinə! Əyləşin mənim. Ayzar, Allah yetirdi sizi mənim üçün. Ayaqlarım elə keyiyib ki, bazardan gəlirəm, bir saat avtobus gözləyirəm. Evə? Hə, Zavr, evə. Özüm bu ağır yüklə çətin gedib çıxardım evə. Necəsiz Mədinə? Pis deyiləm, sağ olun. Oğlum bir balacana xoşlayıb. Nə olub ki? Öskürür deyəsən biraz gripdir uşaq. Sizi təbrik edirəm. Eşitdim, evlənirsiniz. Sağ ol. Qonşunuz necədir? Yaxşıdır? Təxminə? O bədbəxt da xəstədir. Ona nə olub? O da qripdir? Pristupları çoxalıb. Qaraciyəri xəstədir axı. Bəyəm görmürsünüz ki, təxminə çoxdan da televizora zada daha çıxıb eləmir? Mən televizora baxmıram. Lap düz eləyirsiniz, baxmalı nə var ki? Təxminə yatır yəni. Bədbəxtin ciyəri xəstədir, amma içir. Dəfələrlə demişəm, xeyri yoxdur. İçir, musiqiyə qulaq asır. Teşekkür edirəm, Zavr. O yazıq bircə sizlə xoşbəxt idi. Bircə sizlə, Zavr. İndi halı lap xarabdır. Sağ ol. Sağ ol.
yer üzündə bu cür ayrılmaq yalnız onun ağlına gələ bilər. Yox, lazım deyil. Başıma iş açmayayım. Her şey öz qaydasındadır. Öz qaydasında. Necədir? Xoşuna gəlir? Çox, öz də sənə yaraşır. Deyirsən ala? Nə bilim, istəyirsən giy bir baxaq. Bu da İstanbul. Sonra nə? Sağ salamat gəlib çıxsaq, bir zəng eləyərəm ona. Elə belə, salam təmini, necəsən? Hörmətli sərnişinlər, bir neçə dəqiqədən sonra təyyarəmiz Binə limanına Vera. inəcək. İndi Bakıda havanın Vera. temperaturu müsbət 12 Vera. dərəcədir. Diqqətinizə görə çox sağ olun. Çatmışıq, Уважаемые kəmərini bağla. пассажиры, через несколько минут наш самолет произведет посадку в аэропорту Бина. Температура воздуха плюс 12 градусов. Благодарю за внимание. Axır ki gəldik, çatdıq. Həmişə evində qızım. Yaxşı mənim balam, sən veşləri götür. Biz də qalxarıq Yaxşı, yuxarı. qalxın, biz də Aliyə, gəlirik. Gəl gedək. Deyirəm ki, Ayzibər xanım, samolyotun bir şeyi yaxşıdır. Zaur. Bilirsən, Təxminə öldü. Necə öldü? Qaraciyər, sirroz. 10 gün içində əridi getdi. Zaur. Geç. Geç otağa. Gəlirəm indi. Qurtardın? Durursan?
Otur Zaur. Ne vaxt gəlmisən? Elə indi. Mama, bəs açan götürür. Darıxma oğlum birazdan. Görürsən, əmi bizə qonaq gəlib. Bütün gün evdədir. Uşaq heç havazadı görmür. Get biraz da top oyna, indi mən də gəlirəm. Yaxşı oğlum? Yaxşı. Get. Hə Zaur. Getdi əlimizdən təxminə. Mənə Spartak xəbər verdi. Ölmək istəmirdi. Heç ölmək istəmirdi. Bu qədər ağrıların qabağında zarafatından da qalmırdı. Deyirdi, heç kəs məni çirkin qocalmış görməyəcək. Həkimi bir cavan oğlan idi, ölümünə bir gün qalmış. Təxmini zarafatla dedi ki, heyif belə qəşəng oğlanın qabağında meyidim uzanacaq. Mama, bəs keçmirik. Bu saat oğlum, bu saat. Get bir balaca Rafiqlə oyna. Mən də əminəm biraz danışım, gəlirəm, yaxşı? Get mənim balam. Bilmirəm daha nə deyim. Lap axır günəcən Muxtar gəlirdi. Arif baş çəkirdi. Necə də yaxşı adamımış Arif. Dəfnin bütün xərcini öz boynuna çəkdi. Təxminən axı heç kimi yox idi. Otur Zavur, gedim çay gətirim. İstəmirəm, sağ ol. Biraz təminədən danış. Nə danışım axı? Heç elə bil dünyada belə adam yox imiş. Yaxşı adam idi. Olduqca mehribandı. Səni sevirdi. Özü də çox sevirdi. Sənin getməyin ona böyük zərb oldu. Bilirəm. Tez-tez səni xatırlayırdı. Ölən günəcən. Nə deyirdi? Deyirdi, Zaur satdı məni onlara. Kimə? Bilmirəm, deyirdi onlara. Sağ ol, Mədinə. Amma sənin qovumun yaxşı olanmış. Spartakı deyirəm. Nə dərman desələr tapırdı. Həkimi özü gətirib aparırdı. Gecələr də... Nə vaxt Əmin öldü? 14'ü. Səhərə yaxın. Hə, səhərə yaxın. Az qala yadımdan çıxmışdı, sənə bir şey çatacaq. Xahiş eləmişdi bunu sənə verim.
Bilirsən Zaur, həyatdır, hər şey ola bilər. Yəqin ki, haçansa rastından başqa qadınlar da çıxacaq. Mütləq çıxacaq. Amma inan mənə Zaur, heç kəslə bu cür olmayacaq. Ola da bilməz. Sağ ol Mədinə. Xudahafiz. İncitmə Məmməd Nəsiri. Sədir. Yaxşı. Sən. Görüştük ne çetin, ayrıldık, ayrıldık ne asan. Hardasın hayatım, var mısın, var mısın, yok musun? Ben seni izledim, günah tek, gizledim, gizledim. Her sefer, her akşam, her gündüz, her gece gözledim. Elvida o günler, o uzun geceler, elvida. Ömrümden ne kaldı, vefasız dünyada. Elvida o günler, o uzun geceler, elvida. Ömrümden ne kaldı vefasız dünyada. Görüştük, ne çetin ayrıldık ne asan. Hardasan hayatım, var mısan, yok musun? Ben seni izledim, günah tek, gizledim. Her seher, her akşam, her gündüz, her gece gözledim. Elvida o günler, ulduzlu geceler, elvida. Ömrümden ne kaldı vefasız dünyada.